Time 2025-cinin numaral mövzusu ilə davam edirik. 20 sualı izahına vermişəm artıq. 21-ci suala baxırıq. 4 million of newspapers of olmamalıdır. Qələmimizi götürək. Of səhvdir. Qələm hardasan? 4 million newspapers düzgündür. 4 million of the newspapers düzgündür. Z artıqlı olarsa düz olur. 4 million cəmlənməz. Yadınızı saxlayın. Cavabımız 2, 3, bir bəndi. 22'ye baxırıq. 5 of the sportsmen were awarded. Düzdür. İdmançıların 5'i mükafatlandırıldı. She should be better in a couple of days. Düzdür. Thousands of people. Düzdür. 50 people. Düzgündür. 23'e baxırıq. Applicants need about 2 and 3/4 hours. Quarter, which is the option with the numerals best complete the sentence. Applicants need about 2 and 3/4 hours. C bəndi. 2 və 3'də 1 saat. Quarter 15 saatın 4'də 1'i də 15 dəqiqə deməkdir. 3/4 hours. Burada niyəsə time eventini götürüb, ancaq bilmədim niyə. 3/4 axı defisi olan zaman cəmlənmə olmaz axı. Mənə görə C bəndi düzgündür. 24'e baxırıq. Yenə də bu sualı araşdıracağım. 24'e baxırıq. Which of the following sentences is grammatically appropriate? Düzgün olan cavabı istəyir bizdən. The movie lasted 2 and 1/4 hour. Yo, 1/4 an hour olardı. The train did pass at 2:15. Düzgündür. 3/4 of the budget have already been spent. 3/4 of the budget. 1/4 of the population resides in the urban areas. Düzgündür. 1/4 verib. Cevabımız 2, 4, C bəndi. 25'e baxırıq. 5102. Düzgündür. 5100 sayılar cəmlənməz. 10.92 düzgündür. 10.90 nədir? Olmaz. 10.92 tək rəqəmlər şəklində deyilməlidir. Cavabımız B bəndi. 26'ya baxırıq. In the dilapidated house, he discovered a room with a dozen dusty antique clocks dating back about 5 decades. Belə olar da. Dozen da burada artıqlı verməyib. Dozens of, niyə dozens of verək ki? Dozen daha yaxşıdır. Dozens cavabımız I bəndi. 5 decades, 5, 10 illik mənasına gedir. 27'ye baxırıq. Deməli, her daughter, her 5-year-old, yəni defis var. Baxın, years getdi, cəmlənmə getdi. 5 years old daughter var, ona görə defisi olan variant daha yaxşıdır. İkincisi baxırıq. The child who won the competition was only 5 years old olar. Defisi olmazsa isimdən sonra S verməliyik. 28'e baxırıq. Deməli, düz istəyir bizdən. 15 divided by 3 is 5, düzdür. 15 divided by 3 equals 5, düzdür. 3 into 15 goes 5, düzdür. 15 divided by 3 is 55. Düzgündür. Baxın, xəbər mütləq şəkildə təkdə olur. Ona diqqətli olun. Uzlaşmada bizi düşə bilər bu sual. 29'a baxırıq əqrəb mövzusunda. Düz istəyir bizdən 4/6 of a kilogram. Birinci belə olmalıdır. İngilislər biz 6'da 4 deyir, İngilislər isə 4'də 6 deyir. Yəni yerini dəyişik deyir. 3/5 of a ton. Bəli. 3'də 5'də 3 deyirik biz. Onlar isə 3'də 5 deyir. Yəni 3'ü birinci deyir. Gördükləri kimi necə yazırlar elə də deyirlər. Səhv istəyir bizdən 30'a baxırıq. Dozens of workers. Dozen of workers. Hər ikisi cəmlənməz. 10 millions. Yox, dozens of workers düzgündür. Yüzlərlə, onlarla tələbə düzgündür. 10 millions, baxın millions cəmlənir, ona görə səhvdir. 1.5 kilo. 1.5 kilo.
kilo, 1.5 kilo olardı. İsim yanına qoyaq artikelini 3-də səhvdir. A couple of days düzgündür. Bir neçə gün düzdür. 3.5 kilo, 3.5 kilo olardı. Cavabımız eyvəndir. 31'ə baxırıq. Of the book contain data about the pyramids. The first 3 chapters. Bəli, ilk 3 chapter bölmə düzdür. Eyvəndir cavab. First 3 chapters the article yoxdur. The first 3 chapter yox. Chapters axı 3 ilə cəmlə uzlaşmalıdır. First eləcə verə bilmərik. The 3 first chapter yox. 3 ilk səhifə, ilk 3 səhifədə belə deyirik. 32-yə baxırıq. 150s. Baxın, bayaq da dedim, birinci deməliyik. 50-ci 150s. 3/5 1 quarter. 4'te 1'e quarter da deyirlər. 1 quarter. Cavabımız deyibəndir. Baxın, 1 bir də 3 məsələn biz deyirik ki 50'də 1. Bunlar deyir ki 1'də 50-ci. 3'də 5-ci. Ona diqqətli olun. 33'ə baxırıq. The Burj Khalifa is 828 meter high. Deməli, variantlara baxırıq. 828 meters, bəli. Bir bəndindədir. 828 metr. Belə deyilir. Find out the wrong variant. Səhv istəyir bizdən. Deməli, in the year 1800, 800-ci il. In the 1999, in the 19, niyə defisinə verib ki, cavabımız bir bəndidir. In the 1880s, 1880-ci illər. In 1995, 1995-ci il. In the 17th century, 17-ci əsr düzgündür. Cavabımız bir bəndir. 35'ə baxırıq. Deməli, nə istəyir bizdən? Düzgün istəyir. James the 5th, 5-ci James düzdür. 6 of the blue ones olmaz. The James 5th düzdür. 6 and the blue ones səhvdir. Cavabımız 1, 3. 36'ya baxırıq. Səhv istəyir bizdən. The first and fourth platforms düzdür. Every 5 years, hər 5 ildən bir düzdür. To another seats yox. Another 2 seats olsaydı düzgün olardı. Belə bir test bayaq da qabağımıza çıxdı. Yoxsa əvəzlik bölməsindəydim. Başqa 2 stol deyəndə 2 another'dan sonra işlənməlidir. The other 3 blockbusters düzdür. An 8,000-year-old bow düzdür. 37'ye baxırıq. 2.5 year, 2.5 year olardı. Bir səhvdir. 3 billions people dedik, billions cəmlənə bilməz. 2 səhvdir. A couple of days düzgündür. 4 dozens olmalıdır. Cavabımız eyvəndir. 3 billions isə cəmlənib, buna görə səhvdir. 38'ə baxırıq. Deməli, find out the wrong variant. Səhv istəyir bizdən. Baxırıq, bircə hundreds cəmlənən i bəndindədir. Sayılar cəmlənməz. 39'a baxırıq. How much are these blue balloons? Bu mavi şarlar neçəyədir? 5 of the big blue ones are $3 altogether. 5 of the big blue ones are $3. Baxın, olmaz. Dolları cəmləməlidir. İsim daxil cəmləməlidir. O bir variantlara baxaq. Burada iz verib, xəbər təkdə verib. 5 of the big blue one yox, ones. 3 böyük 5 dənə $3. Cavabımız eyvəndir. 40'a baxırıq. She showed me a second-hand laptop. Second-hand olmaz. Second-hand article yoxdur. Laptop var axı. Ona görə article verməliyik. Two second-hand laptops olardı. Burada two varsa axırda s olardı. Yoxdur deyə səhvdir. A second-hand cəmlənmə olmur. Defsi olan zaman cavabımız deyibəndir. Belə. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.